Əziz müsəlmanlar, yəni bir məsələni qeyd edim. Vallahi çox mühüm və lazımlı olan bir məsələdir. İbn Qeyyim rahimehullah buyurur ki: "Mən ləm yestəhi minallah indəl ma'siyə, ləm yestəhi Allah min uqubətihi yevmil qiyamə." Hər kim günah etdiyi vaxt Allahdan həya etməsə, Allah da qiyamət günü ona əzab verməyə həya etməyəcək. Və mən istəhə minəllah ində məsiyyətihi, istəhəllahu min uqubətihi yevmə yəlqah. Və hər kim Allahdan həya edib günahı etməsə, Allah da ona qiyamət günü əzab verməyə həya edər. Vallahi qardaşlar, kim bunu dərk edərsə, böyük xeyir içindədir. Tərikul ma'siyə həyəən minəllah əqrabu ilallah min tərikihə xavfən minhu və kilahuma xeyr. Həya edib günahı tərk eləmək, Allahdan qorxub günahı tərk etməkdən daha xeyirlidir. Baxmayaraq ikisi də xeyirdir. Lakin günahın edilməməsinə həya səbəb olsa, o qul Allaha daha yaxındır. Nəinki qorxudan günahı tərk etmək. Lakin hər ikisi xeyirdir. Ona görə də əksər insanlar günahı Allahdan qorxaraq tərk edir. Amma vallahi Allahdan həya edib günahı tərk edənlər çox azdır. Və bu nadir adamlar hiss Bunu nadir adamlar hiss Ona görə insan günah etməmişdən qabaq Allahdan həya edib, utanıb o günahı etməsə, İbn Qeyyim buyurur ki, Allah da qiyamət günü ona əzab verməyə həya edər. Yox, əgər həya etməyib insan o addımı atarsa, Allah da qiyamət günü ona əzab verməkdən həya etməz. Allah təbaraka və teala bizi özündən həya edənlərdən etsin. Vallahi ən layiqli həya Allah təbaraka və teala həya etməkdir. Yəni həyalar çoxdur, lakin ən layiqli Allah təbaraka və teala daha layiqdir ki, biz ondan həya edək. Allah təbaraka və teala işlənlər üçün faydalı etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.